Salam değerli şagirdlər. Test toplusundan sual izahlarına başlayırıq. Artıq YÖS-lə paralel bunlardan paylaşacağıq. Birinci mövzu natural ədədlər mövzusu. Natural ədədlər mövzusunun iki bölməsini bugün çəkəcəm. Birinci bölmə natural ədədlərin onluq say sistemində yazılışı. Deməli burada birinci sualda bizə deyir ki, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərinə tək ədəddir? Qiymətin tək ədəd olması üçün, dəqiq tək ədəd olması üçün birinci 2n kvadrat olanlara baxaq. Nəyə görə? Çünki 2n kvadrat özü cüt ədəddir. 2n kvadrat cüt ədəd olduğu üçün onun üzərinə 3 gəlsəm, cüt ədəd üstəgəl 3 olacaq tək ədəd. Ona görə belə bir sualda həmişə nəyinsə təkliyindən, cütlüyündən söhbət gedirsə 2n kvadrat və ya 4n kvadrat, 6n kvadrat kimi n kvadratın əmsalının cüt olduğu variantlara baxmaq lazımdır. C variantı olur cavabımız. Bunu biraz artıraq. Davam eləyək. İkinci sual deyir ki, ifadəsinin qiyməti tək ədəddir. İfadələrdən hansının qiyməti cüt ədəddir? Bu tək ədəd imiş. Bu təkdirsə, baxın, bir ədədin kvadratı təkdirsə, onda ədədin özü də təkdir. Deməli, 7a-3 tək ədəddir. Düşünün, məsələn, 49, 81, kvadratı tək olan ədədlərin özü də təkdir. 7a-3 təkdirsə, 3-ü digər tərəfə keçirsəm, tək ədədin üzərinə 3 gələndə, istənilən bir tək ədəd düşünün, üstünə 3 gəlirəmsə, mütləq nə alınır? Cüt ədəd alınır. İndi bizə deyir ki, ifadələrdən hansının qiyməti cüt ədəddir? 7a-nın cüt olması üçün uşaqlar a da cüt olmalıdır. İndi baxaq görək, a cüt ədəddirsə, hər hansı bir cüt ədəd düşünək. Məsələn, 2 deyək. 2-ni variantlardan yerinə qoyunda hansının qiyməti cüt olar? 2-nin kvadratı çıx 1, olmaz. A-nın yerinə 2 qoysam, bu da olmaz. A-nın yerinə 2 qoysam, bu da olmaz. A-nın yerinə 2 qoysam, 10 üstəgəl 2, 12. B variantı olur, cavab. Üçüncü suala baxırıq. Oxşar sualdır. Qiyməti cüt ədəddir. Qiymət cütdürsə, deməli 3x çıx 1 də. Kvadratı cütdürsə bir ədədin, yenə düşünək. Kvadratı cüt olan ədədlərin özü də cütdür. 3x çıx 1 cütdür. Deməli 3x bərabərdir. Cüt ədəd üstəgəl 1. Cütün üstünə 1 gələndə tək olur. 3-ü bir ədədə vuranda cavab tək alınıbsa, deməli həmin ədədin özü də tək ədəddir. Şimdi x-i tək düşünək. Tək də ən rahat qiyməti verən 1. X-ə 1 verəndə görə hansı variantda cüt alınır? Şifahi eləyə bilsəm, baxın bu variantda şifahi elədik. X-ə 1 versək 7 üstəgəl 5. Bu variantımız olacaq cavab. Dördüncü suala baxaq. X cüt y tək ədəd olduqda ifadələrdən hansının qiyməti tək ədəddir? X cütdür, gəlin qiymət verək də. X 2-dir, y də 1-dir. 2 ilə 1 yerinə qoyanda burada 3 üstəgəl 1, bu cütdür. 2 ilə 1-i yerinə qoyanda bu 4-ün kvadratı cütdür. 2 ilə 1-i yerinə qoyanda bu 8 cütdür. 2 ilə 1-i yerinə qoyanda 4 üstəgəl 3, 7. Bunu başqa cür desək, uşaqlar, cüt ədədin kvadratı cütdür. Təki 3-ə vuranda yenə tək alınır. Yəni 2 ilə 1 vermədiyi lap. Cütlə təki toplayanda da alınacaq tək ədəd. 5-ci sual. X cüt y tək ədəd olduqda ifadələrdən hansının qiyməti cüt ədəddir? X cüt olsun deyir, y tək olsun. X cüt 2, y də 1. X 2, y 1. Cavabı artıq tapmışıq. Baxın, y təkdir. Tək ədədin kvadratı qiymət verərək yazmışam. Vermədən düşünək. Tək ədədin kvadratı hər nə olur olsun, mən onu 2-yə vuranda cüt alınacaq. Burada dediyimiz cüt olduğu üçün hər ehtimalda bu cavab da cütdür. Cütün kvadratı cütdür. Cütü 5-ə vuranda yenə cütdür. 2 dənə cütü toplayanda cavab da cütdür. 6-cı sual. X və y cüt ədədlər olduqda ifadələrdən hansının qiyməti tək ədəd ola bilər? Ola bilər. Yəni, burada demirdən mütləq tək ədəddir. Hər ikisi cüt olsun, x və y. Məsələn, 2 və 4. Baxın, vurmada heç vaxt iki cüt ədədə vurub tək ala bilmərəm.
Yəni 3-ə vurdum, cüt alındı. Cütlə topladım, bu da cütdür. Bu da mümkün deyil. İndi burada düşünək. 2 dənə cüt ədədi topladım. Bu məsələn mənim yazdığım variantlar. 2 cüt ədədin cəmini 2-yə böldüm. Cavab oldu tək. Tək ola bilər. Kvadrat olsa artıq olmayacaq. Kub olsa da artıq kubun alanda sən 8, 64, 72 hər ehtimalda 4-ə böləndə yenə də cüt alınır. Tək ədəd ola bilər E variantı. Onsuz da ola bildiyini gördük. Verdiyim nümunədə də. 7-ci sual. Ardıcıl 100 natural ədəd arasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-dur. Bu sıradakı ən kiçik ədəd neçədir? Uşaqlar buna belə baxaq. Ardıcıl 100 ədəd deyil. Bu ədədlərin birincisi x olsa, ardıcıl dediyi üçün 1-1 artır. Növbəti x üstəgəl 1-dir. X üstəgəl 2-dir. Bu belə davam eləyir. 100-cü ədəd x-in üstünə 1-1 gəlib də artdıqları, daha doğrusu x-in üzərinə hər dəfə bir vahid böyük ədəd gəlmişəm növbəti ədədi tapmaq üçün. 1 gəlmişəm x plus 1, x plus 2. Bu 100-cü ədəddə bundan 99 ədəd sonradır. Yəni bu x üstəgəl 99-dur. Bizə deyir ki, bu ədədlərin cəmi 629-dur. X-in üstünə x üstəgəl 99 gəlsəm 629. Bu 530 eləyir. X qardaşımız olur 265. Bizdən ən kiçik ədədi soruşur. Elə x ən kiçik ədəddir də. 8-ci suala baxaq. 8 tipli bir sualı həll eləməyin ən gözəl variantı bunu alt-alta yazmaqdır. AB7 çıx AB. 133. 7-dən B çıxıb 3 olub B4. 4-dən A çıxıb 3 olub A1. Bizdən bunların cəmini istəyir 5. 9-cu sual. Oxşar bir sualdır. Biraz bundan çətin sayıla bilər. Başda məchul olacağı üçün diqqətli olaq. 179. Baxın uşaqlar, çıxma düşünürük. 8-dən B çıxıb 9 olub. Bu necə ola bilər? Deməli 8-dən B-ni çıxa bilməyib, buradan 1 götürüb. Yaxşı. 1 götürübsə 18-dən nə çıxanda 9 olar? 9. Deməli B 9-dur. İndi B 9-dursa 9-dan 1 verib 8 qalıb. 8-dən nə çıxsaq 7 olar? 1. A da 1-dir. Cəmləri də 10. 10-cu sual. 2 rəqəmli AB ədədi. Suallar 2 rəqəmli AB ədədi. A bunun 10-luğudur. 10-a vurulur. B də təhlikdir. Belə yazılır. AB ədədini biz belə yazırıq. Bu da 2A üstəgəl 4B'yə bərabər imiş. Buradan alınır. 8A bərabərdir 3B. Bu şərti ödəyən də bu A və B rəqəm olduğu üçün A 3B 8 variantı var sadəcə. 3 üstəgəl 8, 11. 11-ci sual. 2 rəqəmli AB ədədi üçün bu şərt. Aha, baxaq. 10A üstəgəl B bərabərdir 3A üstəgəl 4B. Buradan 7A 3B çıxır. Yenə də bu şərti ödəyənlər A 3-dür, B 7-dir. Fərqlərini istəyir. Cavab olur 4. 12-ci sual. 10A üstəgəl B bərabərdir 2A üstəgəl 5B. 8A bərabərdir 3B. Deyir ki, AB ədədin ən böyük qiyməti ilə ən kiçik qiyməti. Burada səhv yazmışam bir şey. 5B'dən B çıxanda 4B. Hər tərəfi 4-ə bölsən, burada alınır 2A bərabərdir B. Baxın, bu şərti ödəyən, bu A və B-nin rəqəm olduğu üçün A-mız ən kiçik 1 olar, A 1 olduğu halda B 2 olar. Ən böyük də A 4 olar. Çünki A-ya 5 verəndə B artıq 10 alınır. Rəqəm alınmır. Bu da olar 8. Deməli, AB-nin ən böyük qiymətlə ən kiçik qiymətinin fərqi. AB-miz oldu maksimum 48, minimum da 12. Fərqləri nə oldu? 36. 13-cü sual. AB bərabərdir 4A üstəgəl 3B. Yəni 10A üstəgəl B bərabərdir 4A üstəgəl 3B. 6A bərabərdir 2B. 2-yə böləndə buradan B 3A'ya bərabər çıxır. Yenə ən böyük qiymət, ən kiçik qiymət, amma cəm istəyir. A-ya 1 versən B 3 olar. A-ya 3 versən B 9 olar. Niyə A-ya 3 verdim? A-ya 4 verəndə B artı 12 olur. Deməli, buradan alınır ən böyük qiymət AB ədədindən söhbət gedir. 39. Ən kiçik qiymət 13.
Cəmləri istəyir 52. Deyir ki, 5940 ədədi 5 rəqəmli A, B, C, D, E və A, D, C, B, E ədədlərin fərqinə tam bölünür və B böyükdür D şərti var. B çıx D fərqi ilə ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, biz bunları yazmalıyıq. 10.000 A üstə gəlin 1000 B, 100 C, 10 D, E. Burada da 10.000 A, 1000 D, 100 C, 10 B və E. Diqqət eləyin. Nələr ki, belə üstündən xətt çəkmək düz deyil. Sadəcə fikri çatdırmaq üçün, vaxtımızı düzgün istifadə etmək üçün deyirəm. Siz də belə eləyə bilərsiniz. Eyni mərtəbədə yerləşənləri silirəm. Çünki bunlar bir-birini aparacaq. Bu 10.000 adı, bu da 10.000 adı gedəcək. Bu C-lər də eynidir gedəcək. E-lər də gedəcək. Burada qalacaq bir dənə 1000 B üstə gəl 10 D çıxılsın D minlikdədir 1000 D çıxılsın 10 B. Niyə çıx? Ədəddən əvvəl çıx olduğu üçün hamısına aiddir. Hamısının işarəsini dəyişir 10 B. Təkrar deyirəm, eyni mərtəbə vaid olanları. Məsələn, bu 10.000 adı çıxanda 10.000 A gedəcəyi üçün yazmadım. 5940. Buradan alınır 5940 bölünsün. 1000-dən 10 çıxdıq. 990 B çıxdı. Bunlar gedir qalır 6 bölü B çıxdı. İndi 6 bölü B çıxdıya tapdım. Bizə nə deyir? B çıxdıyan ala biləcəyi qiymətlərin cəmin. Bu tam bölünürsə düşünürəm 6 nəyə tam bölünür? 1-ə, 2-yə, 3-ə və 6-ya. Ala biləcəyi qiymətlərini cəmin istəyir. Bu vergülləri elə eləyək toplama. Oldu 12 cavabımız. 15-ci sual. Oxşar sualdır. 7920. Bir dənə gəlin birbaşa baxaq bura. Baxın, yenə fərq deyir. A-lar gedir, C-lər gedir, E-lər gedir. Bunu biraz yaxınlaşdırım. Deməli, bizdə qalır bir dənə 1000 B-dən 10 B çıxanda 990 B. Bir də 10 D-dən 1000 D çıxanda çıxılsın 990 D. Bu da 7920 990-a böləndə 8 qalır. B çıxdı. Ala biləcəyi qiymətlər 1, 2, 4, 8. Cəmləri də elədi 15. Keçdik bunu. A və B natural ədədləri üçün A və B natural ədədləri üçün C bərabərdir. A çıx 5 vur 3B üstə gəl 1 tək ədəd olarsa AB hasilinə kiçik qiymətini tapın. Qəşəng sualdır. A çıx B vur 3B üstə gəl 1 tək ədəddir. Bunun təkliyindən söhbət gedirsə, cavab təkdirsə, deməli bunların hər ikisi təkdir. Yəni A çıx 5 də təkdir, 3B üstə gəl 1 də təkdir. Onu gəlin belə düşünək biz. 3B üstə gəl 1 təkdirsə və bunların natural ədəd olmağı şərtdir. Mən B-yə ən azı 2 verə bilərəm. Çünki B-yə 1 versəm bu 4 olur. Və bunun 4 olduğu halda cavab tək ola bilməz. Keçdik A çıx 5-ə. Yenə bu nə olmalıdır? Tək olmalıdır. Mən cavabın mütləq 2 müsbət alınmalı olduğunu düşünsəm, A 5-dən böyük olmalıdır. A-ya 6 versəm, bura 1 olar. 1 vur 7, cavab da 7 eləyər. Yəni tək olar. Deməli, A ən az 6 ola bilər. Çünki A böyükdür 5. B də 1-dən böyükdür. 1 ola bilməz. 2 ola bilər. Deməli, A-mız oldu 6, minimum A-mız. B-miz də oldu 2. A 6, B 2. Cavab da oldu 12. 17-ci sual. ABC natural ədədləri üçün 2A üstə gəl B üstə gəl C böl 8 bərabərdir 50. B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Baxaq görək nə edə bilərik. Bu 50 eləyir. Biz B böyük alınsın istəyirik. Deməli A və C, B-nin ən böyük almaq üçün A və C balaca olmalıdır. A-ya və C-yə ən balaca qiymətləri verir. Birinci C 8-ə bölünməlidir. C-yə bir 8 versəm, 8 böl 8 elədi 1. A-ya da balaca verirəm, A-ya da 2 verirəm. 2 dəfə 2, 4, bu da 1, 5. B-yə qalır 45. Daha böyük ola bilərmi?
C-yə 16 versəydim, bu 2 eləyərdi. A-ya 1 verərdim, bu 4 eləyərdi. Gəlin bir dənə də 10 yoxlayaq. Baxın, A-ya 1 verirəm. A-nın 1 olduğu halda 2 vur 1 üstəgəl B. İndi C-yə də mən A-ya ümumiyyətcini 2 vermişəm ki, səhvimiz oradan oldu uşaqlar. A-ya elə 1 verək də. A-ya 1 verək də, niyə 2 veririk? Niyə demirsiniz ki, niyə 2 verdik? C 8, A da 1. 2 üstəgəl, bu da 1 eləyir 3, üstəgəl B 50. B-miz 47, C-miz 8, A-mız 1. 47-dən də balaca ola bilməz. Gəldik 18-ci suala. 18-ci sualda AB çıx BA. Deməli, burada yazıram. AB-ni yazıram 10A üstəgəl B çıx. Bu da 10B üstəgəl A-dır. Yəni çıx 10B çıx A bölünsün. A çıx B üstəgəl A üstəgəl B bərabərdir 21. Şimdi buna baxın. Bu olur 9A çıx 9B böl A çıx B üstəgəl A plus B 21. 9 edir uşaqlar. Buradan A üstəgəl B 12 olur. Bizdən nə istəyir? AB 2 rəqəmli ədədlərinin sayını tapın. Cəmləri 12 olan rəqəmlər. 2 rəqəmli ədədlər. Və sayını soruşur. 39, 48, 57, 66, 75, 84, 93. Neçə dənə oldu? 7 dənə. 7 dənə belə ədəd var. 19. 3 rəqəmli ədədin 1%-i onun rəqəmləri cəminə bərabərdir. Baxın, 3 rəqəmli bir ədəd var, ABC ədədi. Həmin ədədin 1%-i, 1% %1-ə vurmaq deməkdir. Bərabərdir onun rəqəmləri cəmi. Mötərizədə yazmaya da bilərdim. İndi deyir ki, bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tapın. Burada bir şey diqqət edin. Bu ABC ədədi hər nədirsə, deməli bu 100-ə bölünür. 100-ə bölünən bir ədəddən söhbət gedirsə, maksimum bu ABC ola bilər 900. Nəyə görə təkrar deyirəm? Çünki %1-ə vururam da. İndi bu ABC 100-ə bölünən ədəd olmasa, %1'e vura bilməyəcəm. 1%-ni tapa bilməyəcəm. Deməli, ABC 100'ə bölünür. 100'ə bölünən ən böyük rəqəm nədirsə 900'dür. Ən balacası nədir? 100'dür. Bizə nə deyir? Deyir ki, fərqini tapın. Fərqini tapdıq 800. Gəldik 20. 2 rəqəmli ədədin təhliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. 2 rəqəmli ədəd var. AB ədədi. Onun təhliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Yəni B bərabərdir A üstəgəl 2. Bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili 144'dür. Bu 2 rəqəmli ədədimiz uşaqlar 10A üstəgəl B'dir. Deyir ki, bu 10A üstəgəl B'ni rəqəmlərin cəminə vuranda, yəni A üstəgəl B-yə vuranda alınır 144. İndi biz bu B-nin yerinə də A üstəgəl 2 yazsaq, burada olacaq 11A üstəgəl 2. Burada da B-nin yerinə A üstəgəl 2 yazanda 2A üstəgəl 2 bərabərdir 144. Buradan alınır 11A üstəgəl 2. Bunu 2'yə bölürəm. A üstəgəl 1 qalır. Bərabərdir 72. Bunu şifahi tapa bilərikmi? Taparıq. Kvadrat tənliyi həll eləmək istəmirəm. Düşünürəm bu şərtləri ödəyən nə ola bilər? Baxın, A-nın 2 qiymətində bura 3 olar. A-nın 2 qiymətində bura 24 olar. 3 vur 24 72'ni verər. Bizə nə lazımdır? Bu ədədi tapmaq. B-miz də A üstəgəl 2'dir. Yəni A-mız 2'dir. B-miz də A üstəgəl 2'dir 24. Həqiqətən də 24'ü 6'ya vuranda 144 olur. Gəldik 21. 21 isə qiymət verərək göstərəcəm. Yuxarıdakı sualın eynisi də elə necə eləyə biləriz onu göstərəcəm. 2 rəqəmli ədəd var. Yəni yuxarıda qaydanı elədikdə bir dənə də belə baxaq.
AB ədədidir. 10A üstə gəl B. Həmin ədədin deyir ki, təhliklərinin sayı onluqlarının sayından 3 dəfə çoxdur. Yəni, B bərabərdir 3A. Bu iki rəqəmin ədədinin rəqəmlərinin fərqinin moduluna hasil 234-dür. Bu biraz fərqlidir. Bunun da qaydasını göstərərək yazam onda. Deməli, ədədi vurur. Yəni, həmin ədədin, gəlin ədədi belə yazmayaq. Ədədimiz nə oldu? 10A üstə gəl B. Onu nəyə vurur? Rəqəmləri fərqin moduluna. Rəqəmləri fərqin modulu. Biz nəzərə alsaq ki, B A-dan böyükdür. B çıxa yazıram. Cavab nə olur? 234. B-nin yerinə 3A yazanda bura olur 13A. Bu daha sadə olacaq hesaplaması. Burada da 2A, 234. 26A kvadrat 234. A3 çıxır. A3 olduğu üçün B-ni yerinə qoyuram 30. B olur 9. Ədədimiz olur 39. Bunu soruşur. Sual var bölmədə. 30 sual var. Gəldik 22-ci suala. Asan sualdır bu. Bu ifadəyə baxaq. Artıq AB çıx BA görəndə bu AB-miz 10A üstə gəl B-dir. BA-mız 10B üstə gəl A-dır. Bunları görən kimi birbaşa yaza bilərsiniz. 9A çıxma olduğu üçün hamısının işarəsi dəyişir. Çıx 9B böl A üstə gəl B bərabərdir 7. Çarpaz vuram uşaqlar. 9A çıx 9B 7A üstə gəl 7B 2A bərabərdir 16B A olur 8B. Bu şərtləri ödəyən ancaq 1 ilə 8 var rəqəm olduqları üçün. A vur B 8. Yenə burada artıq bunu görən kimi 9A çıx 9B. 6-nı birbaşa bura vuram uşaqlar. 6A üstə gəl 6B. 3A olur 15B. 3-ə bölürəm. A olur 5B. Yenə bu şərti ödəyən də ancaq nə var? 5 var. 24-cü sual. X, Y qardaş nətər yazılır? 10x üstə gəl Y çıx Y. Burada da 10y üstə gəl x çıx x. Deyir ki, bu 2-dir. Burada y-lər gedir, burada x-lər. Bu 10-larda gedəndə x bölü y 2 alınır. Deyir, cəmin ən böyük qiymətini tapın. Bu şərti ödəyən ən böyük qiymət y 4 olar, x də 8. Rəqəm olduqları üçün. O da olar 12. Davam eləyək. 25-ci sual oxşar sualdır. Burada y-lər gedir, 10x qalır. Burada x-lər gedir, 10y qalır. Olur 4. Bu şərti ödəyəndə y-ə 2 verirsə, x 8 alınar. 10. 26-cı sual. AB üstə gəl BA-da buna da vərdiş eləyin. 10A A, 11A. 10B ilə B, ikinci 10B, birinci B, 11B. Üstə gəl A, üstə gəl B, kiçikdir 84. Buradan 12A üstə gəl 12B, kiçikdir 84. 12-yə böləndə A üstə gəl B, kiçikdir 7. AB hasilini ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəmi. İndi cəmləri 7-dən kiçikdirsə, mən bunları ən çox 6 götürə bilərəm. Cəmləri 6 olduğu halda da AB hasilinin ən böyük qiyməti 9 olar. Başqa cür. Bu nədən bilirik? 7-dən kiçikdir. 7-dən kiçikdirsə uşaqlar, bu 1-1 də ola bilər də. 1 ilə 1 olar. Cəmləri 7-dən kiçik olsun. 7-dən kiçik 6 götürdüm. Ən çox 3 oldu. 7-dən kiçik ən balaca 1 götürüm hərəsini. Çünki heç biri 0 ola bilməyəcək. Buradan da çıxır 1. Cəmləri də oldu 10. 27-ci sual. Bu biraz uzun sualdır. A bərabərdir 12 üstü 223 vur. 7 üstü 56 üstə gəl 19 üstü 25. Deyir ki, bunun son rəqəmini tapın. Bu necə eləyik?
Birinci yadda saxlayaq ki, 12 üstü 223 bu iki rəqəminə də olduğu üçün qüvvət halına əsas ikinci rəqəminə baxmalıyam. Mən 2 üstü 223-ə baxıram. 2-nin qüvvətlərinə fikir verin. 2 üstü 1 2-dir. 2 üstü 2 4-dür. 2 üstü 3 8-dir. 2 üstü 4 16-dır. 2 üstü 5 32-dir. Yəni yenidən 2 ilə bitir. Bu onu göstərir ki, hər 4 qüvvətdən 1 yenidən eyni cavab alınır. Mən də 223-ə fikir versəm, 223 4-dən 1 dövlədiyi üçün 4-ə bölsəm, 55 düşür, 3 qalıq qalır. 3 qalıq qalmağı cavabın 3-cü sıraya düşməyini göstərir. Yəni bunun cavabı 8 ilə bitir. Eyni şey 7 üçün eləyəcəm. 7 üstü 56. 7 üstü 56. 7 üstü 1 7-dir. 7 üstü 2 49-dur. 7 üstü 3. 9 ilə bitir, 7 ilə vursam 343-dür, yəni 3 ilə bitir. 7 üstü 4-də uşaqlar. 343-ü də son rəqəmi 3 olduğu üçün, baxın, hesablamağa ehtiyac yoxdur. Son rəqəmi 3-dür. Mən bunu 7-yə vuranda cavab 1 ilə bitir. Növbəti dəfə 1-i 7-yə vuranda yenə 7 ilə bitəcəyi üçün 4 dənədən 1 dövr eləyir. Yadda saxlayın, artıq 1 alınıbsa, deməli dövr bitdi. Son rəqəm 1 olubsa. Yenə 4-dən 1 dövr eləyir. 56 olduğu üçün 56-nı 4-ə bölürəm. 14 eləyir, qalıq qalmır. Qalıq qalmırsa son sıraya düşür. Deməli, bunun da son rəqəmi oldu 1. Buradan 1, buradan 8. Biz son rəqəmləri axtarırıq. 19 üstü 25-ə baxaq. 19-da da dediyim kimi əsas ikinci rəqəmə baxırıq. Daha doğrusu əsas son rəqəmə baxırıq. İkinci rəqəm deməyək. 9 üstü 25. 9 üstü 1 9-dur. 9 üstü 2 81-dir. 1 ilə bitdiyi üçün artıq buradan sonra dövr başlayır. 1-i 9-a vursam yenə 9 ilə bitəcək. Yəni 2 dənədən 1 dövr eləyir. 25-i bölürəm 2-yə. 12 qalıq 1. 1 qalıq qalırsa düşdü birinci sıraya. 9 ilə bitdi. Deməli, əlimizdə olanlar nə idi? Birincinin qiyməti bitdi. 8 ilə, ikinci 1 ilə, üçüncü 9 ilə. 8 vur 1 üstə gəl 9. Eləyir 17. Son rəqəm axtarır. O da oldu 7. Təəssüf ki, topluda sadəcə bundan bir dənə var. Amma düşdüyü üçün öyrənməliyik. 28-ci sual asan bir sualdır. Bu ifadə 10A, 11A üstə gəl 11B olur. Bu da buradakılardan ancaq 11-ə bölünür. İkinci ifadə, bayaq dedim 10A-dan A çıxanda 9A çıx 9B olur. Bu da buradakılardan ancaq 9-a bölünür. Üçüncü ifadəyə fikir verin. 110, 100, 10A, A. Bu eləyir 111A. Eyni şey B də üçün keçərlidir. Bu da 111B. Burada sadəcə diqqət eləyək. 111 özü 3 vur 37-dir. Yəni bu 3-ə və 37-yə bölünür. Və 111-ə. B və E. Üçüncüdə də oldu B və E. Oxşar bir sual var 29. 29-da da 11A, 11B. 11 vur A çıx B olur. Birinci B variantı. İkincini gəlin yazaq. 100A üstə gəl 10B üstə gəl C çıx 100B çıx 10A çıx C. Bu da olur 90A. C'lər gedir çıx 90B. Bu da 90 vurulsun A çıx B'dir. 90 nəyə bölünür? 9-a bölünür, 10-a bölünür. A və C variantları. Üçüncü 111A yenə uşaqlar. 111B. Bayaqki sualın eynisidir. 111-ə bölünür. Başqa da heç nəyə bölünmür. D variantı. 30-cu suala baxaq. 30-cu sual. Bu ifadəni tər yazırıq. 10A'dan A çıxanda 9A birincisidir. Çıx 9B bərabərdir 4A çıx 3B. Buradan alınır 5A bərabərdir 6B. Bu şərti ödəyəndə A 6-dır, B 5-dir. A plus B 11-dir, E variantı. A çıx B 1-dir, belə bir variant da yoxdur. Bir də ancaq E olur. İkinci, bu 10A üstə gəl B bərabərdir 4A üstə gəl 8B. Alınır 6A bərabərdir 7B. A 7-dir, B də 6-dır. Bir A variantı ödəyir.
Başqa da variant ödəmir. A variantı. Üçüncü 100A üstəgəl 10B üstəgəl 3 çıx 10A çıx B 228. Bu da olur 90A üstəgəl 9B 228-dən 3 çıxıram 225. 9-a bölürəm 10A üstəgəl B 25. Bu şərti ödəyən uşaqlar. Diqqət edin bu tip suallara da. Onu nəyə vursam 25'e yaxınlaşdıraram? 2'yə. Burada 5 qalır. B5A2. C variantı olar. D variantı olar. 2 dənə variantımız. Son 2 sual bu bölmədə. Bunu diqqət edin. Bax burada bizim onluqda A'mız var. 10A. Bir dənə də A burada. Oldu 11A. Bir dənə B, bir dənə də onluqda B, 11B. Bir dənə onluqda C, bir dənə də C, 11C. 88. 3'ə bölürəm, 11'ə bölürəm. A plus B plus C 8. A bərabər deyil, B bərabər deyil C. A, B, C'nin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymət. Ən böyük nə ola bilər? Bunlar, baxın, 7 ola bilməz məsələn, 1 ilə 0 qalır. 6 ola bilər. 6 olsa bunlara 1 qalır, o da ola bilməz. Deməli, bu 5, 2, 1. Ən böyük belə ola bilər. Ən balaca C. A-nı balaca götürək. A ən balaca 1 olsun. Bunu yenə 2 götürürəm. Bunu 5. Yəni, yerləri sadəcə dəyişmiş olur. Bərabər deyirlər, natural dətdilər. Buna 1 versəm 7 qalır. Başqa ehtimal yoxdur. Cəmin tapın deyir. 646. 32-ci sual. 10A və A 11A. 10B və B 11B. 10C və C 11C. 77. 11'ə bölürəm. Alınır 7. Bunların cəmi 7'dir. Bərabər deyirlər. Yenə ən böyük və ən kiçik qiymət deyir. 5 verə bilmərəm. 1 qalır. 4 versəm 2 1. Tərsinə burada 1 2 4 olsa cəmləri 545. Bu da bu testin son sualıdır. Deməli biz natural ədədlərin birinci bölməsini bitirmiş olduq. Artıq toplamla sualları işləyəcəyik. Uşaqlar sağ olun.